Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevin vəziyyəti pisdir. Mediada yazılanlara görə İlham Əliyev Əli Nağıyevi bərk danlayıb. Səbəb isə Mehman Hüseynovdur. Bəli, Mehman Hüseynov İlham Əliyevin gəlinini Alyona Qonçar, Alyona Əliyevanın kim olduğunu, keçmişini bir-bir bölümlər şəklində açıb ortaya tökür və bundan İlham Əliyev bərk əsəbləşib. Əsəbini isə Əli Nağıyevdən çıxardıb ki, bu informasiyalar necə oldu ki, Mehman Hüseynovun əlinə keçdi. Əli Nağıyev isə çıxılmaz vəziyyətdədir. Heç özü də bilmir ki, bu informasiyalar necə çıxdı, necə araşdırıldı. Mehman Hüseynovun qardaşı Emin Hüseynov hələ 2018-19-da İlham Əliyevi Fransada izləyirmiş və balaca Heydərin əskərlik dövründə necə Fransada keyf etdiyi görüntülərini də çəkib. Bütün görüntülər bölüm-bölüm yayımlanır.